Kvemokati'də ilk dəfə İcma Radiosu Radio Marneuli iyulun 15-dən internet məkanında yayımlanmağa başlayacaq. Radio Marneulinin kreativ direktoru Kamila Məmmədova qeyd edir ki, bu mərhələdə radio dalğaları yalnız Marneuli şəhərini əhatə eləyəcək. Sözü gedən layihəni Xalqın Səsi Jurnalistlər İttifaqı və Tiflisin R studiyası BBC-nin maliyyə dəstəyi ilə həyata keçirir. İcma Radiosu o deməkdir ki, Marneuli sakinlərinin maraqlarını qoruyaraq radio fəaliyyət göstərəcək. Radio yalnız Marneuli şəhərində yayımlanacaq. İcma Radiosu kimi yayım sertifikatı əldə eləmək üçün bu ən vacib şərtlərdəndir. Layihə yeni başlayır. Biz jurnalistika sahəsində yeni kadrlar hazırlamalıyıq. Əhaliyi İcma Radiosunun fəaliyyəti prinsipləri ilə tanış eləyəcəyik. Əsas olaraq yayım lisenziyası əldə etməliyik. Buna da məncə bir il ərzində nail olacaq. İlk öncə internetdə fəaliyyətə başlayırıq. İnternet vasitəsilə əhali bizi dinləyə biləcək. Yeni xəbərlərdən xəbərdar olacaqlar. Əsas prioritetimiz əhalini məlumatlandırmaqdır. İyulun 15-i üçün müsabiqə elan edirik. Radioda işləmək istəyənlər qeydiyyatdan keçərək, jurnalistika üzrə treninqlərdən keçərək Radio Marneulinin əməkdaşlarına çevrilə biləcəklər. Bizim verilişlərimiz 3 dildə, Azərbaycan, Gürcü və Rus dillərində olacaq. Əlbəttə ki, newslar, informasiya proqramları, analitik verilişlər, əhalinin istədiyi mövzular üzərində sorğular nəticəsində verilişlər açılacaq. Əsas odur, sakinlər bizimlə sıx əlaqədə olsunlar.